Zaten beynimizə toxumlar atdınız. Hə, yeməli toxumlar olsun. Beynimizə toxumlar atdınız. Bu axırıncı məsələ mənə biraz belə düşündürdü ya. Bayağı bir burada da düşündüm. Onda mənim gördüyüm Biz bu yaxınlarda bir təlim eləyəcəyik elə bu mövzuda. Düşünürük ya bacı mövzusunu götürərik, ya qardaş mövzusunu götürərik. Düşünürəm maraqlıdır. Birgə tapacağıq onu. Nədir o olan şey? məncə bir də ki bizdəki olan Allahı tanımaq. Bu da yəni. Bax, hərdən baxın. Keçən dəfə bizim bu Qarabağ müharibəsində Allah şəhidlərimizə o dünyasını versin. Qazilərimizə də şəfa versin. Bir erməni bir bu valideyn. Yox, bu şeydə xristian şeydən papalardan biri idi. Nəsə çıxış edir, deyir ki, Allah bizlə idi, o bir tərəfdə şeytan idi, belə idi, şeydi. Mən bir izlə görürəm, baxıram ki, iki döyüşən tərəf, necə ki, o ruslar indi deyirlər, nə bilim, bagina bizləndir, o birisi deyir, nə bilim. Hamı Allah mən tərəfdədir deyir. Bu səhv olan kimdir? Günah eləyən kimdir? Hər kəs mələkdirsə və şeytan bu kimdir? Bu nətər oldu bu? İkisi də Allah tərəfdədir, ikisi də düzdür. Bilmirəm, görə bilirsiniz bunu yoxsa? Yəni, mahiyyət etibarıyla görsənən odur ki, Allahı başqa cür görürlər də. Kim necə görmək istəyir, elə görür də. Allah hamı fərqli deyil. Fərqli deyil. Fərqli deyil, eyni Allah barədə danışırıq. Elə bir ki, bugün biz Aytan xanım barədə danışırıq və hərə Aytan xanım barədə fərqli bir şey danışır. Aytan xanım eşidəndə deyəcək ki, bu nə danışır mənim haqqımda? Zaten əslində hər kəs içindəkini danışır da.